Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üç tərəfli komitənin 4-cü iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyə Respublikası Ticarət Nazirliyinin müavini Sezai Çarmaq, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin baş direktoru İrakli Biraylanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib. Tərəflər arasında ticarətin asanlaşdırılması, tranzit imkanlarının artırılması və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədi ilə gömrüklə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. İstanbul şəhərində eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin 5-ci iclası da keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun, Türkiyə Respublikası Ticarət Nazirliyinin müavini Sezai Çarmakın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Türkiyə Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında sazişin imzalanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi, gömrük sahəsində koordinasiyanın operativ təmin edilməsi məqsədi ilə birgə komitənin nəzdində işçi qrupunun yaradılması və digər məsələlər müzakirə edilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 11 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi adlı hüquq viktorinasında yüksək nəticə göstərərək ikinci yerə layiq görülüb. Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına çay yükü aparan vaqonda gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 qram narkotik vasitə marixuana aşkar edilib. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib və gömrük nəzarətindən gizlədilən 37 ədəd, ümumi təqribi çəkisi 365 qram qızıl külçə, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.